Əvvəl buna konfet təklif edib, bu götürmüyor. Sonra yapışıb məcbur onun qolundan aparıb. 4-cü sinif şagirdinin əlinə şirniyyat verib onu oğurlamaq istədilər. Hadisə Suraxanı rayonu ərazisində baş verib. Hə, Lalə xanım, inansız bayaqdan eşitmişəm. Bədənim əsiri həyəcanla. Dünən Hövsanda tanış qız var, onun gözünün qabağında uğrayıblar. Uşağı deyir, nə qədər qaçdı cəmaat kömək eləməyə. Maşına basıb aparıblar. Qara maşındır, arxa və qabaq nömrələri yoxdur. Arıq hündür deyir, oğlan sürür maşını. Bir neçə deyir, belə qadındır. Dəhşət deyir, xəbərlər zaten heç nə göstərmir. Amma burada Hövsanda biz dəli olmuşuq. Gör, neçə gün məktəbdən uşaqları oxuyurlar. Birini ölü tapıblar, uşağın orqanları yoxdur. Birini, nə bilim, qapının ağzına gətirib qoyublar. Uşağın bədənində tikiş şey, aparıb yoxlayıblar ki, böyüyünün birini çıxardıblar. Nə bilim, dəhşətdir, dəhşət. Dəhşət bir şey burada baş alıb. Razində də belə bir şey olub. Bir ağlar Padruqama da xəbər gəldi ki, Qubada da belə bir şey olub. Qara maşın da deyir, bir dənə də hündür oğlandır. Oğurlayır, ananın qabağından 2-3 metr uşaqla arası olur. Ananın qabağında oğurlayır, aparır. Elə Canım, elə uşaqları tək buraxma ya bayra, məktəbə zadada. Əməli başlı bu xaçmaza gəliblər bizi. Qubada bir dənə uşağı iraq olsun, parçayı bizi aparıb atıblar. Qan içənlərdir, hər formada gəzirlər, polis formasında gəzirlər, başqa cür formada gəzirlər. Qara bir maşındır, arvadlıdır, arvadlar çoxdur. Qubanın kəndində bir uşağı məktəbdən oğurlayıb aparıblar bu uşağı.